Lotu Quli ləqəbli kriminal aləmin üzvü Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilir. Oxu Az Apaya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən təqsirləndirilən şəxsin cəzası 18 ildən 17 il 6 aya endirilib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs 18 il müddəti azadlıqdan məhrum edilib. Xatırladaq ki, Yeraz Camal ləqəbli Camal Həsənov Rövşən Caniyevin, Lənkəranski qardaşı Namiq Caniyev və kriminal aləmin üzvü Hacı Baba Talıbxanlı Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda Lotu Quliyə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb. Rusiya mətbuatında gedən məlumatlara görə Lotu Qulinin öldürülən adamı Cabir Həsənov Rövşən Caniyevin qətlində iştirak edib. Bu səbəbdən də C. Həsənov qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib. Camal Həsənov 2021-ci ilin oktyabrında hüquq mühafizə orqanların əməkdaşları tərəfindən tutulub. Təqsirləndirilən Camal Həsənov Cinayət Məcəlləsinin 12.1.122.1, 12.1.122.5 və 12.1.228.2 birinci maddələri ilə ittiham edilib.